salam olsun hidayətə tabi olanlara amin demirəm. Çünki Allahımız özü buyurur. Salam olsun deyir Allahımız hidayətə tabi olanlara. Mən də deyirəm salam olsun. Deyirlər ki, sehir yoxdur, cadı yoxdur. Niyə yoxdur? Mənim özümə sehir, cadı eləməmişlərmi, mənim qızım eləməyiblərmi? Vardır, təsdiqləyən ayəndə denə. Bəqərə surəsi 102-ci ayə. Yahudilər mürtəzədə yazılıb, sonra Süleymanın və açıq ilə görürəm. Oxla. Süleymanın, mələkdir, bəzən başım belə yuxarıdan qalır. Nəsə, istəyirsən ki, yorucu olmasında, baş bütöv qalanda kimsə gülməyə nəsə axtarmasın, ayə fikir versin. Süleymanın səltənətinə, şahlığına, yəni səltənətinə dair şeytanların oxuduqlarına, seyir kitablarına uydular. Süleyman bu kitablara uymadığı üçün kafir olmadı. Lakin şeytanlar bildikləri sehri, Quranda Allahımız buyurur. Şeytanlar sehri və Babildə Harus və Marus adlı iki mələk, hansı da Bəqərə surəsi 102. Oxu, Süleyman kafir olmadı. Lakin şeytanlar sehir, Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk biz Allah tərəfindən göndərilmiş imtihanıq. Sizi, oxu, sınağıq. Sizi elə bildim, sınağıq. Gəl sən kafir olma. Deməmiş, heç kəsə sehir öyrətmirdilər. Sınaqdır, xəbərdarlıq da edir ki, öyrənsən kafir olasan, kafir olma. Deməmiş, yəni bu sözü heç kəsə sehir öyrətmirdilər. Bununla belə Yahudilər yenə də ər-arvad arasında nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar sehirbazlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Mən bunu istəyirdim deyim, burada var. Sən başa düşürdün nə? Çünki mən öz həyatımda görürəm, məsəl üçün mənim qızım, onlar cadı ediblər, sehir edib, cadı yanına gedən gündə kəndlərində qonşuları deyirdi ki, hamının zəhləsi gedir onlardan Elmancirin, yəni qızım Elman Nəsirovun qızı bilirik sonra. Onun hamının deyirdi məhlədə, daha doğrusu Təzəkən kəndi var, Cəllabadda, hamının zəhləsi gedir, nifrət edirlər onlara, ona görə ki, bütün günü cadı pisi yanındadılar. Cadı günlərin yanına qaçırlar dəqiqədə. Hətta o Elman Nəsirov, o erkəkli kişi demək olarsa şeytan, kişiliğini görmədi. Bu adam, bu erkək neyinirdi? Maykasında gözmüncüğü gəzdirirdi. Erkək şeytan demək, insan şeytan. Sonra, yox, yaxşı da. Nə kişidir o, nə ərlik görməmişik, nə atalıq. Sonra, o, beynində dincəlmə görürsün. Mənə o qışqırma. Sənə niyə eləmişlər onu deyir? Mənə, Lailən üçün deyir. Mənə götürüb, mən torpaq gətirmişdi anası zərfə. Ondan gündə 2-3 çay qaşığı torpağı, sarı bir torpaq idi. Torpaq idi, burası yəni də böyle qapqarı içində daş çıxan yox da. Axı ki, onu suya tökürdü, qarışdırırdı, deyirdi bunu iç. Nə qədər idi, özü onu içsəm ölərdi, nə o boydan az. Deyir, nə deyirdi? Bundan başqa da onu da deyir, nə deyirdi? Deyirdi bunu, mən kimin qəbrinin torpağıdır, sonra 2 stəkan içsin deyəsən, sonra deyir, nə şey içmirəm. Pis olur, deyirəm adam onun üçün. Sonra, məsələn, padişkama da hislənsən, mənə yolları.
lənət olsun onlara. Sonra o zalimlər nə edirlər? Sonra olan eləmədiyi şey qalmadı. Çox bir şeylər edirlər. Qalıb, amma axı ki, sən də çox zülm elədin. Sonra, məsəl üçün, Patuşkama da dua tikirdi. Sonra da onu demə, sonra qoy deyərlər. Bir dəfə o Məryəmə deyəsən demişdim. Yaşlı dedi. Ya, nəyə deyim? Mən o fikirləşmirəm ki, olsa. Niyə? Mən nə vermədi? O eləyib, onun ziyanı pisliyi eləyib, pisliyi özünə dəyəcək. Fırlanıb dolanıb, ən azından qiyamət günü özünə dəyəcək. Bu dünyada cəzalar var demə. Deməli, mən evdə tək idim. O Ceynanın evində də, belə də Elmanın evi deyə bilmirəm onu. Çünki nəsə sonra mərhum Ceynanın evində idim. Allah rəhmət eləsin ona. Elman inəmişdi, zəhərləmiş. Sonra Allah rəhmət eləsin. Çox yaxşı adam idi. Necə idi? Uşaq kimi məsul. O həyatsız ruslardan deyillərdi. O Ceynan Əvlova. Çox yazıq adam idilər. Qoca yazıq adam idi. Sonra mən evdə tək idim. Gördüm ki, məsələn, mən elə bir ki, bu kravata tərəf nəsə mənfi qüvvə gəldi o kravatımıza. Və yaxınlaşıb, axır ki, gördüm ki, kravatın altı çox balacaydı. O hətta başım girmirdi ora. Şivabra ilə çəpə. Əldim ki, oradan nə gəldi, belə pis qüvvə. Əldim gördüm bir dənə diplomat və kravat divara tərəf idi. Divara tərəfdə, yəni ki, çox içəri sıxmışlar. Onu şivabra ilə çıxartdım. Gördüm ki, yox, bu diplomatın içində nə varsa mənə çox pis təsir edir. Qoşumunu elədim, açmağı tartışmasam vardım, axırda balta ilə qırdım. Gördüm ki, içində mənim şəklimi paylaşacağım. Axırda paylaşaram, yaxşı paylaşarsan, ən axırda qoyarsan, əvvəldə də qoyarsan, amma video keçəndə bilinmir. Kanalına girib, orada baxanda görünəcək. Elə olur. Demək, o şəklimi qoyublar, ədəb yazısından belə yazılmış varağın içində şəkil orada, içəridə ədəb dua yazmışlar. Nəysə, o diplomatda başqa işinə yoxdur. Sonra Lalənin də Laləndə pis dualar ediklər. Nəysə, Lalə ona görə tutur ki, Lalə ibadətdən qaçır. İndi dəli kimi olub, sənə pis rəylər yazır, bu adam xəstədir, dəlidir yazır. Öz anasını alıb üçün sən ondan ötürü nələr eləmədin. Canlı fəda edirsən, ay sağ ol. O dəli kimi şeylər yazır, səhv yazır yəni. Olmaz elə. Adam düz olmalıdır. Şeytana uyur, nəysə özü desin, hələn elədiyi özünə. Övladım olsa da mən ona cavabdeh deyiləm. Sonra elə yekə qız 26 yaş elədi, öz elədiyini özü cavabdeh. Uşaq deyil ki, sonra onun dərdini çəkmirəm. Əvvəllər çəkirdim. Əvvəl fikirləşirdim, uşaqdır, yazıqdır, hey polisləri söyürdüm. Nəsə olanda, ay mənim uşağıma verib pis təsir, ay mənim uşağım. İndi uşaq deyil, da 26 yaşı var. Ancaq kömək lazım olsa bir insan kimi pis mənada yoxdur, məsələn. Elman atasının ona köməkli elədiyi kimi yox, yəni. Eləmərəm. O mənada ki, bundan qabaqçı videoda var. Atasını nəysə 3 nöqtə. Sonra demək, Lalə anadan olanda 5 gün keçdi. 5-ci günü Zərifə adlı bu Elmanın anası gəldi. Nə gətirmişdi uşaq olanda? Bir dənə şakal tutu gətirmişdi. Onu da özləri qoydular, çay içdilər. Bəs sonra bu şeylədi. Gəldi, Elmanla oturub danışırdı. Mən də eşitdim, dedi ki, getmişdir, uşaq Zatüçün yanına gedib yenə. Gedib soruşub ki, bu uşaq necə uşaq olacaq? Uşaq hələ anadan olmamış dedi, elədir. O da deyib ki, bu uşaq Elmanın karyerasını dağılacaq, rədd edində başımızdan gəldi. O da budur, Elman, düzün deyirsən, deyil. Allah şahidlik deyirəm ki, Elman, mənim qızımın sənə
Nə qurur? Ölüm qurur. Nə deyirdi? Ya sən xəstələnməlisən deyirdi, ya da ölməlisən. Mənə deyirdi. Özü nə bilirdi? Onu da denə qısa. Qızva da eyni şey arzudur. Xəstələnməli, ölməli. Sonra da detalları danışma. Sonra özü deyir, mən özü məftunluqla yox, amma heyrətlə nə deyir? Sən çox sağlamsan. Tərsiyyən deyir ha. Heyrətlə dedi. Demişdi, düz demişdi. Çox sağ ol. Mən sağlamam. İnşallah sağlam da qalam. Olar, şikəst ola bilər, yəni başıma hər şey gəlir. Əsas odur ki, başımı sənin kimi zadçünlərin yanında xarab edib, qızıma ölüm arzulamayın, başqalarını da araq çizdirib, qol çəkdirib, evini ələ keçirib, zəhərləyib öldürməyin və sayı qiyamət günü görüşərik. O dəli şeytana uymuş deyirlər. O adını çəkmədən, nəysə, indi adını çəkmişdim ha. O fərsiz, nə deyir sənə? Beynində dincəlmə gedir. O dincəlməni çəkər. Mən də nə qədər cici olmuşamsa, belə deyək, naiv neydin? Sənə deyirlər, naiv neydin? Bu mənə dedi ki, 2 aydan sonra genelde ki, saf sağlam cəmiyyət zülüm verirsə də özlə danışır deyə arsızlaşdı. Burada ağırlıq eləmə, nəysə, danışdıqlarını demə, nəysə, dəhşətlər demə. Dostuna danışırdı, sən dəyişdirdin, sonra gülə-gülə deyirdi, sonra ləzzət alır. Deməli, beynində dincəlmə gedir. Onda bunu qoy yerinə sonra. Quranı. İnşallah. Deyirdi ki, bir dəfə ki, həqiqətən də elə oldu. Allah'lıq eləyənməz deyil, amma nə dedi? Deyir ki, 2 aydan sonra yenə öləcək, toyumuzu eləyərik. Boşuma plan qurur, Murad kimi, arzusuna çatır, çatmır. Çatacağında neyini? Stop eləsə yaxşı idi, sosu başa düşmür. Ha başa sağlasınca düz yola gedək. Nə deyirdi? O qara qüvvə nə deyirdi? Bir dəfəzinə stop elə. Bir dəqiqə mənə. Yox, açma da. Yox, mənə, bir şey yaxşıdır. 2 aydan sonra gen öləcək bana. Həkim diagnoz qoymamışdır, gena sağlam edir. Yazda şuranla zülüm elədilər, başı ağrısına geni Allah rəhmət eləsin, sonra Allah Elmana lənət eləsin. Allah zalimlara lənət eləsin. Allah münafiqlərin, zalimların ölümünü, həlakını artırsın. Allah münafiqləri öldürsün. Bu da Quran ayələri.